Bunlar Ramazan süfrələri üzərində sərilən runner çeşidləridir. Runner çeşidlərinin topdan qiyməti 2 manat. Və Ramazan süfrələrinin ölçüsü 140-ın 1.40-ın 2.40-a, bu da 6 nəfərlik stol üçün yəqin 3 manat 30 qəpikdən başlayır. Qiymət olaraq lepçukalılar başlayır, şəffaflar 5 manatdan. Bunlar topdan qiymətli. Bizim kanaldan gələnlərə özəl olaraq pərakəndə qiyməti də həmən topdan qiyməti də əldə edə biləcəksiniz. Regionlara göndərilir. Ekonom sinif, orta və yüksək keyfiyyətdə olan 1 manat, 1 manat 20 qəpik olaraq dəyişir. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağazadan detallı video çəkib hazırlayırıq ki, bu toptancı mağaza yerləşir Abşeron Ticarət Mərkəzi, Korpus 14, Mağaza 14 ünvanında. Mağazada nələr satılır? İnşallah birazdan sizlərə qısa olaraq keçib tanış eləyəcəyik. Ümumi olaraq məlumat verim ki, bu toptancı mağazada 2009-cu ildən fəaliyyətdədir. Hal-hazırda isə Abşeron filialından biz sizlərə detallı video çəkib göstərəcəyik ki, burada əsasən ayaqaltı satışlarını, tekstilə aid və s. onu da inşallah keçib içəridə sizlərə ətraflı göstərəcəm. Həm kilim ayaqaltılardır, sadə ayaqaltılardır, dəhliz üçün, mətbəx üçün, otaq üçün və s. kimi çeşidlər var ki, inşallah keçib detallı şəkildə sizləri göstərəcəm. Siz isə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın ki, növbəti videolarımızda sizin qarşınıza çıxsın və daha çox toplantıları tanımış olasınız. Biznes qurmaq istəyirsinizsə və yaxudsa sərfəli alış-veriş etmək istəyirsinizsə, birinci əl toplantılardan edəsiniz. Getdik. Mağazadayıq hal-hazırda. Demək, indi hər dəfə olduğu kimi girişdən başlayaraq sizlərə mağazanın tanıtımını və göstərəcəyi hansı çeşid məhsullar var. Öncə isə başlamaq istəyirik. Qarşıdan Ramazan bayramı gəlir. Hər kəsə bol ruzu, bərəkət arzu edirik. Allah tutduğunuz orucları, etdiyiniz duaları, ehsanları qəbul eləsin. Onun üçün ilk olaraq Ramazan ayının məhsullarından başlayıb sizlərə ilk bir neçə məhsul var ki, onları göstərək. Daha sonra isə digər məhsullara inşallah keçid edəcəyik. Ramazan süfrələri üzərində sərilən runner çeşidləridir. Runner çeşidlərinin topdan qiyməti 2 manat. Hal-hazırda isə 2, 4, 6, 10 fərqli risyunkası var gördüyünüz kimi. Bir göstərək. Əgər mütəmmadi olaraq bunların satışını həyata keçirirsinizsə, yenə də öz mağazanız üçün stoklaya bilərsiniz. Fərqli risyunkalarda, teksturalarda Ramazan yazılı, Ramazan bayramınız mübarək yazılı. Həmən bu runner çeşidlərdir. Həmçinin süfrələr də var ki, onları da inşallah göstərəcəm. Bunlar da 2 manatdır. Bunlar da divan üzərində olan kiçik yastıq üzləridir ki, bunların da 10 çeşidi var. Yenə də fərqli risyunkalarla, fərqli yazılarla olan. Arxa kadrda da maksimum göstərməyə çalışacağım. Daha sonra Ramazan süfrələrinin ölçüsü 140-ın 1.40-ın 2.40-a, bu da 6 nəfərlik stol üçün yəqin 6-8-ə gedir də. 6-8 nəfərlik stollar üçün nəzərdə tutulub. Bunların neçə çeşidi var? Bunların da 10-a yaxın fərqli risyunkalarda olan çeşidləri var ki, yenə də müxtəlif rənglərdə, dizaynda bir neçəsini burada nümunə olaraq sərilib. Baxın, bu şəkildə hazır alıb öz vitrinlərinizdə sərgiləyə bilərsiniz. Həm şəxsi istifadə üçün, həmçinin də satış üçün satış mövcuddur. Topdan və pərakəndə satış olunur. Lakin pərakəndə satış yalnız mağazaya gəlməklə buradan seçim eləyə bilərsiniz. Topdan alışlar isə regionlara işləyən yük maşınlarında, əgər regionlarda fəaliyyət göstərdinizsə, regionlara göndərilir. Bakı və Bakı ətrafında fəaliyyət göstərdinizsə, orada çatdırılmalar olur. Orxan bəy, Bakı və Bakı ətrafında. Bakı və Bakı ətrafı ərazilərdə fəaliyyətiniz varsa, əgər mağazanız varsa, topdan alış zamanı çatdırılma mümkündür. Daha sonra isə Ramazan demək, bu qədər 3 məhsul var hal-hazırda. Tekstilə aid Ramazan bayramı ilə əlaqədar. Daha sonra isə başlayırıq. Demək, girişdən sağ tərəfdən ayaqaltı çeşidləri döşəmək üçün istifadə olunan digər örtük çeşidlərini inşallah sizlərə təqdim eləyək. İlkin olaraq başlayırıq bu çeşidlərdən top şəklində görürsünüz. Top şəklində də satışı satılır. Aquamatdır. Bu sürüşməyə qarşı hardakı su ilə təmas olunan səthlər var. Hamam ola bilər, hovuz kənarları ola bilər. Orada istifadə olunur ki, topda 15 metrdir. Eni isə 60 sm. Topun qiyməti yadımdan çıxdı. Bir topunun qiyməti 52 manatdır.
Yəni top şəklində yalnız satılır ki 65-in 15 metrə. Daha sonra isə gördüyünüz ayaqaltı çeşidlərinin daha böyük ölçüləridir. Hamam üçün olan paspas modelləridir. Bunlar da topdan qiymət başlayır 10 manatdan 50 manata qədər olan fərqli çeşidləri var ki, yenə də burada həm rəng baxımından, həm tekstura baxımından onlarla fərqli rəngi və teksturası var. Sinif olaraq ekonom sinif, orta və yüksək keyfiyyətdə olan 50 manata qədər olan fərqli çeşidləri var ki, yenə sizin mağazanızda, sizin regionda hansı qiymətdə daha çox tələbat varsa, hansı qiymətdə olan məhsullar daha çox satılırsa, bu toptancı mağazadan yenə həmən qiymətə uyğun məhsul çeşidlərində ayaqaltı çeşidləri olsun, həm kiçik ölçüdə, həmçinin böyük ölçüdə çeşidləri əldə edə bilərsiniz. Bundan da əlavə tək evlər üçün deyil, həmçinin ofislərdə və mağaza önlərində, şirkətlərdə istifadə olunacaq döşəmə çeşidləridir. Bu şəkildə yəni hazırlanır, sizin verdiyiniz ölçüyə əsasən hazırlanıb sizin ünvanınıza göndərilə bilər. Daha sonra isə ofislərin girişləri üçün, ofis detallı olaraq sizdə harda istifadə edə bilərsiniz bu çeşid ayaqaltıları qeyd edirəm. Ofis və biznes mərkəzlərinin girişlərində, mağazalarda, daha sonra klinikalar və tibb mərkəzlərində, tədris və inzibati binalarda, otellərdə, plazaların girişlərində, hansı ki daha böyük ölçüdür. Gördüyünüz kimi bu çeşid məhsullardan istədiyiniz ölçüdə sifariş verə bilirsiniz. Rahat şəkildə ölçüyə uyğun hazırlanır və sizdə montaj olunur. Daha sonra isə digər həmən hal-hazırda bu çeşidləri xüsusilə vurğulamaq istəyirəm. Həm topdan, həm də pərakəndə olaraq hal-hazırda endirimdədir bu çeşidlər. 10 manata təklif olunur, ikili dəsti və burada yenə xeyli sayda stokda var və rəng çeşidləri də çoxdur. Pərakəndə almaq istəyən hər dəfə soruşurlar ki, bizdən bəs pərakəndə hansı qiymətə verilir? Sırf bu məhsulu pərakəndə olaraq da hal-hazırda endirimdədir, Ramazana özəl. Topdan nə qədər almaq, topdan orada suallar verirlər ki, topdan dedikdə neçə məhsul? Yəni bu sualları verən böyük ehtimal bizneslə məşğul deyil, onun üçün məlumatsızdırlar. Topdan alış deyəndə ən azı 200, 300, 500 manat sayılı şəkildə fərqli yığdırmaqla yəni alış nəzərdə tutulur. Tək bu mağazada deyil, digər toptancılarda da minimum 250-300 manatdan başlayaraq alış edirsinizsə, fərqli çeşidləri yığdıra bilərsiniz, alışını eləyə bilərsiniz. Tək almaq istəyirsinizsə 2 ədəd, 3 ədəd yenə satış mövcuddur, lakin pərakəndə qiymət təbii ki, topdan qiymətdən fərqlənəcək. Daha sonra burada zibil qabı çeşidlərində əldə edə bilərsiniz. Ev üçün olan digər ayaqaltı və sair modellərdən başqa qeyd etdiyimiz kimi digər məhsul çeşidləri də var ki, bu mağazadan həm topdan, həm pərakəndə əldə edə bilərsiniz. Bu gördüyünüz premium class olan zibil yeşikləridir ki, əgər satışını edirsinizsə və yaxud da ehtiyacınız varsa, yenə buranla əlaqə saxlayıb əldə edə bilərsiniz. Daha sonra daha böyük ölçü qonaq otaqlarında, yataq otaqlarında istifadə olunan, baxın belə örtüklərdir. Xalça əvəz edicisi, xalça kimi olan döşəmə üçün örtüklərdir. Bunların da ölçüsü 1.20-nin 1.82 metr olaraq dəyişir. Həmçinin burada fərqli, aşağısı sürüşməyən olan yapışqanlı dediyimiz fərqli modellər də var, ayaqaltı modelləri. Bunlar da kiçik ölçüsü 40-ın 60-a, 60-ın 80-dən başlayaraq ta 1.20-nin 2 metrə qədər, 2.40-a qədər olan çeşidləri var ki, topdan qiymət öyrənmək istəyənlər qeyd etdiyimiz əlaqə nömrələrinə əlaqə saxlayıb öyrənə bilər. Daha sonra yenə də baxın belə, həm sadə qeyd etdiyimiz kimi çeşidlər var. Ümumi olaraq, məlumat olaraq bildirim ki, sadə ayaqaltı çeşidlərinin qiyməti başlayır 2 manat, 2 manat 40 qəpikdən üz yuxarı dəyişir. Yenə də buradan qiymət ən əsası məhsulun modeli, çeşidinə görə, keyfiyyətinə görə qiymət formalaşır. Gördüyünüz 60-ın 80-ə olan ayaqaltı çeşididir. Bunlar da yenə ofis girişlərində, evlərin girişlərində, mağaza girişlərində və s. kimi istifadə olunur. Ən kiçik ölçüsü Avropa istehsalı olan məhsul çeşididir. Baxın, dediyim 40-ın 60-a olan çeşididir. 16 manatdan başlayır, ölçüyə görə dəyişir. Ümumi olaraq isə ayaqaltı çeşidləri 2-2.40-dan başlayır. Bunlar isə burada bir qism bezlər var, mikrofiber bezlərdir. Bunların da kiçik ölçülərini və qalınlığına görə, mikrofiberin qalınlığına görə fərqlənir ki, qiymət 80 qəpik 1 manatdan başlayır. Paçkalarla həm topdan şəkildə, əgər xırdavat satış edirsinizsə, ev əşyaları satış edirsinizsə, yenə də həmən bu məhsullarında buradan stoklaya bilərsiniz. Daha sonra hamam üçün olan aksesuar, şampun qabı, sabun qabı olan çeşidlərinin orta sinif olan, digər tərəfdə isə premium klass çeşidləri var. Bunların isə topdan qiyməti başlayır 12 manatdan, üz yuxarı dəyişir. Hardasa 20-yə, 25-ə yaxın fərqli rəng çeşidləri var. Fərqli rəng tonlarında, fərqli teksturalarda olan
modellər var ki, yenə də ev əşyaları satırsınızsa, bu toptancı mağaza ilə əməkdaşlıq edib müştərilərinizə fərqli çeşid məhsullar. Onu da qeyd edeyim ki, bu toptancı mağazada fərqli, kreativ, digər toptancılarda görmədiyiniz məhsul çeşidlərinizi görə bilərsiniz. Çünki rəhbərliyi ilə də münasibətimiz var, tanışdığımız var. Özüm də 2020-22-ci illərdə sırf bu toptancı mağaza ilə əməkdaşlığımız olub, ev tekstili məhsullarını satış edən zaman. Ona görə yəni rahat şəkildə arxanlıqla sizə bu məhsulları tövsiyə edirəm. Daha sonra demək, hamamlarda yapışqanlı, lipçukalı həmən ayaqaltı çeşidlərdir ki, yenə də sürüşməyə görə daha praktikdir, sürüşmənin qarşısını alır. Bunlar da kiçik ölçüləri yenə başlayır 40-ın 70-dən, 40-ın 80-dən, üzü yuxarı, baxın belə 60-ın 80 olan çeşidləri var və həmçinin model olaraq da fərqli modelləri var. Qiymət olaraq lepçukalılar başlayır, şəffaflar 5 manatdan. Həmçinin bunların şəffaf modelləri var, irəlidə göstərəcəm. Maksimum tez-tez ayaqaltı çeşidlərin hamısını göstərək. Baxın belə ikili, həmən öncəki çeşiddən ikili çeşidlərin burada fərqli belə teksturalarda olan çeşidlər də var. Bunların da qiyməti demişdi, ən ucuzu 10 manatdan başlayır. Daha sonra kilim çeşidlərdə irəlidə daha çoxdur çeşidlər, onu göstərəcəm. Daha sonra isə bu çeşidi göstərmək istəyirəm. Bu üzəri biraz qismən sərt, xalçaya kimi altı rezin. Qiymət bir ədədin qiyməti 40-ın 60-a olan ölçüsü 3 manat 30 qəpikdən başlayır. Rəng çeşidləri və sair var. Həmçinin ölçülər də 40-ın 60-a, 60-ın 80-a, 80-ın 1-20-yə olaraq belə dəyişəcək. Daha sonra fərqli yenə də büdcəli modellərdən, baxın bunları da göstərə bilərik. Yenə də bunları evlərin girişində və s. istifadə edə bilərsiniz. Material olaraq yaxından zəhmət olmasa göstərək. Həmçinin belə fərqli renzin və parçaya bənzər belə mat bir ayaqaltı çeşididir. Bunlar da yenə fərqli. Burada bir nümunə olaraq bir neçə teksturalarını görə bilirsiniz. Yenə də tövsiyə edirik ki, əgər bu məhsulların satışını edirsinizsə, mütləq bir dəfə mağazaya gəlmənizi tövsiyə edirik ki, gəlib məhsullara toxunub, detallı şəkildə keyfiyyəti ilə, qiymətləri ilə tanış olasınız. Daha sonra gəlməsəz belə yenə onlayn şəkildə WhatsApp görüntülərlə əlaqə saxlamaqla məhsul sifarişinizi yığdırıb və sizin bölgənizə göndərə bilirsiniz. Həmən bunların materialı nə gedir? Çox fərqli, maraqlı materialı var. PVC material sayılır. Həm yumşaq, həm renzinə bənzər, amma tamam əl vuranda yəni fərqli. Üzü də süni dəriyə oxşuyur. Bax bunlar da premium class ayaqaltı çeşidləri sayılır ki, ölçüsü 60-ın 90-a olan ölçüdür, amma üstdən götürək fərqli teksturalar var. Həmçinin daha böyük ölçülər də var. Burada 50-yə yaxın fərqli ölçülər var, daha kiçik ölçü var. Bağçalarda həmçinin evlərinizdə istifadə edə biləcəyiniz, baxın belə uşaqlar üçün, uşaq odaları üçün ayaqaltı mı deyək, ortalığa sərmək üçün baxın belə xalça əvəzi qupqa, nəzik, yumşaq materiallandır. Bunların da ölçüləri standart bir ölçüdədir, 120-nin 180-ə. Baxın belə hazır rahat şəkildə yığılanda bu şəkildə əldə edə bilirsiniz. Qiymət olaraq da başlayırdı bunun topdan qiyməti 20 manatdan. Yenə fərqli teksturalar var. Bağçalar üçün də həmçinin istifadə edə bilərsiniz. Həm topdan, həm də pərakəndə ala bilərsiniz. Pərakəndə qiyməti biraz fərqlənəcək. Daha sonra rezin, sadə, standart rezin ayaqaltı çeşidləridir. Bunların da yenə ölçüləri var. 40-ın 60-dan başlayır, üzü yuxarı dəyişir. Bunlar isə dezinfeksiya. İstehsalat müəssisələrində istifadə olunur və yaxud da digər haradakı dezinfeksiya olunub keçilməlidir həmən əraziləri, məkana. Bunların həmən dərin, santi yarım içərisi dərinliyi var ki, buraya həmən dezinfeksiya məhlulu tökülür. Bunun içərisində keçərsən ayaqlarınızı, yəni həmən məhlulda dezinfeksiya olunur, daha sonra isə keçirsiniz. Sonra kilim çeşidlərinin biraz üzərində dayanaq. Kilim çeşidlərində çünki həddən çox burada çeşidləri var. Demək, kilim çeşidləri Türkiyə istehsalıdır. İlk olaraq onu qeyd edək və istifadə olaraq iki üzlüdür. Bütün kilim çeşidlərinin hər iki üzünü istifadə edə bilərsiniz. Bəzilərində rəng tonları fərqlənə bilir, baxın bu şəkildə. Bəzilərində isə çox cüzi rəngdə, cüzi olaraq fərqlənə bilər. Yenə də amma istifadə təyinatına görə hər iki üzünü rahat şəkildə istifadə edə bilirsiniz. Sıx toxunmanandır. Ölçü olaraq 60-ın 90 ölçüdən ən kiçik ölçü, baxın bu ölçüdən başlayır. Qiymət 5 manat 90 qəpik topdan qiymət. Ölçü olaraq isə 60-ın
1.20, 80'in 1.20, 1.25 pərakəndə qiymətdə yenə əl çatanda 7-8 manata satılır. Fərqli yenə rəng tonlarında gördüyünüz baxın burada yığılmış bütün həmən kilim çeşidlərini elinizdə divanınıza uyğun gələn rəng çeşidlərini özünüz dəstləşdirə bilərsiniz, uyğunlaşdıra bilərsiniz. Burada da yenə də öncəki fərqli yenə teksturalarda olan ayaqaltı çeşidləri var. Demək burada olan modeldən görürsüz 2, 4, 1, 10, 12 burada model var ki, bunların bütün ölçülərini əldə edə bilərsiniz. Bəzi ölçülərdə ola bilər ki, indi stokda olmasın, amma 90% ölçüləri rahat şəkildə buradan da seçə bilərsiniz, əldə edə bilərsiniz. Mağaza girişlərində, həyət evlərinin girişlərində, daha böyük məkanların girişlərində istifadə olunan rezin ayaqaltı Welcome yazısı ilə rəng çeşidləri də yenə fərqli burada rəng çeşidlərini var. Bunların isə qiyməti ən kiçik ölçüsü yenə də 40-ın 60-a, sonra 50-nin 80-dən başlayaraq 6-7 manatdan üz yuxarı dəyişir. Bunlar da yəni qalın rezin materialları qış aylarında daha çox yəqin ki, palçıqlı aylarda istifadə etməyə imkan verir. Bu belə ayaqaltı çeşidləri var ki, bunlar ölçü ilə hazırlanır və irəlidə gəlin sizə elə danışmışkən göstərək. Baxın burada gördüyünüz çeşidlər ki var. Həmən bu ayaqaltı çeşidləri nümunə olaraq bu 40-ın 60-a ölçüdür. Bu standart sizin sifarişinizə görə hazırlanır. Seçim olaraq isə burada fərqli rəng tonlarını görə bilərsiniz. Həm bu şəkildə naxışlı, fərqli naxışlı olan çeşidləri var. Həmçinin də sadə düz sadə düz olan çeşidləri var ki, bunlar da yenə öncə qeyd etdiyimiz kimi, əgər girişlərinizdə fərqli ölçülərdə, fərqli geniş ölçülərdə mağaza önləri ola bilər, yenə də otel, plaza önü ola bilər. Bu şəkildə kənarı rezinli şəkildə hazırlatdırıb məkanlarınızın önündə istifadə edə bilərsiniz. Qiymət isə kvadrat metrlə hesablanır. Bir neçə çeşidi var. Qiymət də çeşidə görə və qalınlığına, teksturasına görə fərqlənir ki, dəqiq qiymət çıxartmaq istəsəniz kvadrat metrini ölçüb, əlaqə nömrələrinə əlaqə saxlayıb qiymət hesablatdıra bilərsiniz. Həmçinin bu toptancı mağazada bəzi qeyd etdiyim kimi fərqli və bazarda olan məhsullar var, olmayan məhsullar da var ki, onlara misal olaraq ilk olaraq bu termos çeşidlərini göstərmək istəyirəm. Yenə xırdavat satışıdır, ev əşyaları satış edirsinizsə, bu kimi termosları əldə edə bilərsiniz. Keyfiyyət olaraq məhsul çeşidlərindən 2-3 manata olan çeşidlərdən çox fərqlənir. Həm istiliyi saxlama qabiliyyəti var, həmçinin də keyfiyyət olaraq da daha üst keyfiyyət məhsullardır ki, bunun da 20-yə yaxın mağazada çeşidi var. İnşallah indi irəliləyən dəqiqələrdə göstərəcəm. Həmçinin qarşıdan yenə də yaz-yay ayları gəlir ki, bu kimi ləvazimatları kamp və səyahət sevərlər bu əşyalarını burada topdan satışını düzdür. Çeşid olaraq bir neçə çeşiddir, amma qiymət olaraq isə dəyişməzdir. Yay aylarında bəzən bu kimi məhsulların qiymətini süni şəkildə baha satışını görürsünüz. Buradan bizim videodan sırf gələnlər, Azərbaycan Toptancılar kanalından gələnlərə sırf bu məhsullar topdan qiymətə pərakəndə şəkildə də əldə edə bilərlər. 25 manata masasıdır. 25 manata həmən gördüyünüz bu əyləşdiyim stoludur. Bunların fərqli iki çeşidi də var. Yəni də burada ölçü olaraq həm kiçik ölçü, həm də böyük ölçü var. 16 manat kiçik ölçüdür. Yəni də qeyd etdiyimiz kimi 20 manat isə böyük ölçüdür ki, bunlar topdan qiymətli. Bizim kanaldan gələnlərə özəl olaraq pərakəndə qiyməti də həmən topdan qiymətə də əldə edə biləcəksiniz. 1 ədəd, 2 ədəd özünüz üçün, ailəniz üçün almaq istəyirsinizsə, yenə də həmən qiymətlə sizə bu toptancı mağaza bizə özəl olaraq təklif elədi. Təşəkkür edirik bir daha rəhbərliyə, izləyiciləri nəzərə aldığı üçün. Biz kimi həmən bu su qabı çeşidlərinin həm isti saxlayan, həmçinin də bildiyimiz sadə yay və yaz aylarında, məktəblərdə, bağça uşaqlarında daha çox istifadə olunur. Həmçinin böyüklər üçün də yenə idmanla məşğul olanlar varsa və yaxud da səyahət sevənlər üçün fərqli, yenə də böyük həcmli olan var, kiçik həcmli olan var. Bunların da həm oğlan uşaqları üçün, həm qız uşaqları üçün olan rəng çeşidləri və üzəri şəkilli olan teksturaları var. Qiymət olaraq topdan qiymət başlayır 3 manat 30 qəpikdən. Yenə də bu çeşidləri bizim kanaldan gələnlər özəl olaraq pərakəndə şəkildə də bu qiymətdən əldə edə biləcək. 3 manat 30 qəpikdən başlayır, amma keyfiyyət olaraq yenə qeyd etdiyimiz kimi daha üst keyfiyyət. Bir də fərqli və bir qeyri-adi birinci dəfədir mən də görürdüm. Bu çeşiddən də yaxından tanışdım. Şüşə materialdır. Şüşə materialdır və içərisində baxın belə dəmləmə üçün ot dəmləyə bilərsiniz və yaxud da çay dəmləyə bilərsiniz. Bəzi vətəndaşlar var ki, sevir yəni təbii ot və çay içməyi. Baxın bu şəkildə maqnitlidir. İsti suyu əlavə elədiniz.
üzərində şarik var. Şariki fırladan kimi düşür həmən setkası dəm almaq üçün. Dəm alır, daha sonra yenə də bu şəkildə yapışıb götürürsüz, açırsınız, rahat şəkildə süzüb içə bilərsiniz. Yenə də qeyd etdiyim kimi səyahət sevənlər və yaxud da təbii ot sevənlər, ofislərdə ən çox xanımlar da məsəl üçün istifadə edə bilər. Şüşəsi qalın şüşədir, 6-7 saata qədər isti saxlaya bilir. Baxın belə, bunun qiyməti 9 manat 80 qəpik, 10 manat civarındadır, 10 manat olaraq deyə. Yəni həm topdan, həm də pərakəndə şəkildə sırf yəni bu məhsulları bizdən gələnlərə özəl olaraq əldə edə bilərsiniz. Onların biraz fərqli ölçüdə və fərqli modeldə var. Yenə bunlar da. Bunlar isə maqnitli deyil. Sadəcə burada qalır, dəmləyib otu əlavə edirsiniz, dəmləyib rahat şəkildə istifadə edə biləcəksiniz. Bir neçə fərqli çeşidlərdə yenə də burada görürsünüz. Yenə də əgər topdan və yaxud da pərakəndə almaq istəyirsinizsə, mütləq şəkildə mağazaya gəlməyi tövsiyə olunur. Yenə də keçirik növbəti ayaqaltı çeşidlərinə. Onlarla yüzlərlə fərqli ayaqaltı çeşidlər var. Bunlar isə daha keyfiyyətli və premium klass sayılır. Bunlar da ikili olan çeşidləri var. Yenə ölçüyə görə qiymət formalaşır. Daha sonra belə yenə hamam önü, VC önlərində istifadə olunan pambıq materialıdır. Kənarları belə su çəkən mikrofiber, iri mikrofiber materialdır. Rəng çeşidi olaraq fərqli rəng çeşidləri var. Tək ölçüdür və fərqli teksturaları var. Qiymət topdan qiymət 13 manatdır. Baxın belə fərqli rənglərdə. Açıq rənglər, tünd rənglər tələbata uyğun olaraq seçə bilərsiniz. Yenə də burada fərqli, daha sərt materialla, sərt səthlə olan belə ayaqaltı çeşidi var. Bunlar da tünd qara və boz. Mikrofiber çeşidlərinin burada yenə üçlü, ikili. Bunlar da ən çox xırdavat mağazalarında soruşulur. Daha çox tələbatlıdır. Gəlin bunlardan da sizə bir neçə nümunə olaraq göstərək. Bunların üçlü modellərdir, düzdürmü? Üçlü, dörtlü modellərdir. 5-li modelə qədər olan çeşidləri var. Bunların da topdan qiyməti başlayacaq 90 qəpikdən başlayır. Pambıq materialından da su çəkən. Ölçü olaraq da 40-ın 60-a ölçüdür. Avtomobil üçün olan çeşidlərinin bir fərqli çeşidlərini burada sizə görsədə. Burada da yenə mikrofiberdir. Fərqli materialla arxası belə toxunmalı. Bunlar da yenə 1 manat, 1 manat 20 qəpik olaraq dəyişir. Daha dəqiq qiyməti hansı skrin eləyə bilərsiniz. WhatsApp nömrələrinə göndərib dəqiqləşdirə bilərsiniz. Öncə qeyd etdiyimiz Lüpüçka modellərinin göstərdiyimiz modelin şəffaf modellər var belə fərqli rənglərdə yenə də. Burada fərqli rəng çeşidləri var. Eyni zamanda ayaqaltı modellərinin burada belə maraqlı fərqli rənglər var. Bunlar da zəhmət olmasa göstərək. Bunların qiyməti topdan qiyməti 7 manat idi, düzdürmü? 7.50-dən başlayır. Fərqli rəng çeşidləri də var. Bunlar bu modellər, gördüyünüz bu modellər, bu iki modellər, buradakılar da Lüpüçka modellərdir ki, yəni arxası yapışır. Kafel üzərində, nə bilim, kermogranit üzərində sürüşən səthlərdə rahat şəkildə istifadə edə bilərsiniz ki, yıxılıb zədələnməyəsiniz. Daha sonra burada da bir neçə tekstil çeşidləri var ki, bunlar da ayaqaltı və yaxud da ayaq dəsmalı kimi istifadə edə bilərsiniz. Bunlar da çox yumşaq materiallandır. Waffle gedir də, düzdürmü? Waffle toxunuşlandır. Waffle dediyimiz toxunuşlandır. Baxın, bir tərəfi pambıq materialdır, qurutmaq ayaqlarını və s. hopdurmaq üçün nəmi. Bu tərəfi isə biraz fərqlənir, silikon deyilən bir materialla səthlə belə üzdənir. Bunları yenə demək, hamam önündə və yaxud da qonaq otağında, yataq kənarında istifadə edə bilərsiniz, kravatların kənarında istifadə edə bilərsiniz, ayaqlarınızı qurutmaq üçün. Showroom hissəsində olmayan mağaza anbarında digər bir neçə çeşid var ki, onlar da son vaxtlar daha çox tələbatlıdır və daha uzun ömürlüdür. Hansı ki, daha həmən yerlərdə gediş-gəliş daha çoxdur. Orada istifadə olunan ayaqaltı çeşidlərdir ki, demək bunların ölçü olaraq həm 1 metr, həm də 1 metr 20 santlıq olan enlində olan ölçüləri var. Bunlar da yenə eyni qaydada metrajla kvadrata görə qiymətləri formalaşır ki, çeşid olaraq isə arxası bu şəkildə bağlı olan çeşidi var və arxası açıq olan çeşid var ki, bunlarda son zamanlar avtomobil ayaqaltı istehsalçıları və hazırlayanlar, sexlər ki var, bunlardan da çox istifadə edirlər. Bunlar da yenə də eyni qaydada həmçinin market önlərində, mağaza önlərində, otel, plaza önlərində qeyd etdiyimiz kimi daha çox orada gediş-gəliş var, daha uzun ömürlüdür, həm də rahat şəkildə naporla, su ilə rahat şəkildə yuyulub təmizlənə bilir. Rəng çeşidləri də yenə
Qırmızı rəng və tünd boz rəng, arxası bağlı tünd qara rəng çeşidləri var ki, yenə də bu toptancı mağazadan həm top şəklində, həm də metrə ilə alışını eləyib rahat şəkildə istifadəyə və satışını həyata keçirə bilərsiniz. Sonra isə son olaraq burada bir neçə ev üçün yenə mətbəxlərdə və evdə istifadə olunan çeşidləri sizə göstərmək istəyəcəm. Baxın, belə öncə qeyd etdiyimiz bezlərin, mikrofiber bezlərin toplu şəkildə mağazalar üçün belə 50-li, 40-lı, 50-li sayda olan qiymət olaraq 30-35 qəpikdən başlayır. Ölçü isə 30-un 30-a ölçüdür. Rəng çeşidləri də var. Baxın, belə mikrofiber bezdir. Yəni hamının bildiyi, tanıdığı mikrofiber bezdir. Fərqli rəng çeşidləri var. Sadəcə bunlar, bəzi məhsullar var ki, daha ucuz olduğuna görə tək-tək satışı əlverişlidir. Onun üçün toptan şəkildə yalnız satılır. Daha sonra ütü masasının çixolu çeşidləri var. Bir neçə çeşid, 2 çeşidi var. Sadə rəng tonlu bir rəng olan çeşidləri də var. Həmçinin belə üzərində fərqli rüsumkada, teksturada olan çeşidi var. Qiymət olaraq başlayırdı bunun 6 manatdan başlayır. Yenə də keyfiyyətinə görə dəyişəcək. Daha sonra burada mətbəxlərdə xanımların istifadə etdiyi əlcək, qazan və tutağac. Əlcək və tutağac modellərdə bunlar da yenə paçka ilə əldə edə bilərsiniz. 80 qəpikdən başlayır cütü, düzdürmü? Dəsti 80 qəpikdən başlayır. Daha sonra soyuducuların üzərində son vaxtlar daha çox istifadə olunur. Fərqli çeşidləri də var, düzdür, bazarda. Bunlar isə biraz daha qalın və gördüyünüz kimi üzəri belə vakuumlu kimi qabarcıqlı bir modeldir. Qalınlıq olaraq 1 metrdən başlayır, ta 10 metrə qədər olan ölçüləri var. 1 metr ölçülər istəsəniz ala bilərsiniz və yaxud da 3 metr, 5 metr istifadənizə görə uyğun seçim eləyə bilərsiniz. Qiymət 1 manat 60 qəpikdən, heç birini tutuzlamadım. 1 manat 60 qəpikdən başlayır. Qiyməti 1 metrin metraj artdıqca qiyməti də dəyişir. Burada da yoga, idman, evdə və s. kimi mat gedir də bunların adı. Mat çeşidləridir. Bunlar da yenə fərqli rəng teksturalar var. Pilates müəllimləri, pilates zalları və yaxud da evdə fitness müəllimləri, fitness trenerlər həm şəxsi istifadə üçün, həmçinin də zallarınız üçün, öz məkanlarınız üçün buradan topdan şəkildə uyğun qiymətlərlə daha keyfiyyətli və qalın materialla olan həmən bu matları da alışını eləyə bilərsiniz. Burada da fərqli yenə də daha böyük ölçüdə olan mikrofiber bezləri görürsünüz. Bu qədər düşünürəm ki, bütün çeşidləri sizlərə göstərə bildik. Yenə də hər dəfə dediyimiz kimi tövsiyə edirik ki, bir dəfə özünüz də mağazaya gəlin, məhsullarla, materialla, çeşidlərlə, keyfiyyətlə tanış olun. Daha sonra isə gəlmədən onlayn şəkildə əlaqə saxlamaqla sifarişinizi eləyə bilərsiniz. Çatdırılmalar həm şəhər daxili, həm də regionlara olunur. Regionlara işləyən yük maşınları vasitəsilə, şəhər daxili isə yenə mağaza tərəfindən topdan alış zamanı çatdırılma edirlər. Bu qədər dostlar, ümid edirəm ki, faydalı oldu. Kimlər ki, maraqlanırdı bu kateqoriya məhsullarla, ətrafınızda bu kateqoriya məhsullarını satış edənlər varsa da bu videonu həmin şəxslərlə paylaşın, bölüşün ki, onlar da tanıyıb faydalansınlar. Birinci əl ixalçı toptancı mağazadır ki, birinci əl qiymətləri sizə təklif edir. Özünüz də sonra müqayisənizi apara bilərsiniz. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın ki, növbəti toptancılarda sizin qarşınıza çıxsın. İzlədiyiniz üçün təşəkkürlər.